Yüreğime toxunur o, bu İsa'nın əlidir. Hayatıma sülh verir o, bu İsa'nın əlidir. Yüreğime toxunur o, bu İsa'nın əlidir. Hayatıma sülh verir o, bu İsa'nın əlidir. Her zaman eşidendir, yürekleri görendir o, kaygımıza kalandır o, zayıf iken kömektir o, her yerde var olan İsa bizimledir. Ey her zaman yaşayan İsa bizimledir. Her yerde var olan İsa bizimledir. Ey her zaman yaşayan İsa bizimledir. Amin. Hayatımda rahatlık var, bu İsa'nın əlidir. Ey toxunur düşünceme, bu İsa'nın əlidir. Hayatımda rahatlık var, bu İsa'nın əlidir. Ey toxunur düşünceme, bu İsa'nın əlidir. Sıkıntıda dayaktır o, yüreğime melhemdir o, karanlıkta ışıktır o, bizimledir, yakındır o, her yerde var olan İsa bizimledir. Ey her zaman yaşayan İsa bizimledir. Her yerde var olan İsa bizimledir. Her zaman yaşayan İsa bizimledir. Her yerde var olan İsa bizimledir. Her zaman yaşayan İsa bizimledir. Kur'an sözümüz var, teşekkürümüz var o kəslərə kim ki bu tədbiri baş verməsinə kömək eləyib. У нас есть очень много благодарствий тем людям, которые принимали участие в организации этого мероприятия. Bir çoxu indiyə qədər hələ də zəhmət çəkir. А некоторые до sих пор еще принимают Və участие. adlarını çəkməyə başlasaq bir 10 dəqiqə vaxtımız gedəcək. Если мы начнем перечислять имена, у нас минут 10 уйдет на это. Amma biz nə dedik? Rəbb İsa çox sağ ol. Но что мы говорим? Господь Иисус, тебе слава. Biz hər nə edir İsa İsa Məsih'in adı ilə. Все, что мы делаем, делаем во имя Иисуса Христа. Çünki o göylərdən nazil olmuş Tanrının sözüdür. Потому что Он есть Слово Божье, сошедшее с небес. Və müqəddəs kitab deyir ki, yer və göy keçib gedəcək. И Слово Божье говорит, что небо и земля пройдут. Və bu təbiət keçib gedəcək. И даже эта природа, она Və придет. yediyimiz toyuq da keçib gedəcək. Даже курица, которую мы ели. Amma eşidəcəyimiz Tanrının sözü həsla keçib То getməyəcək. слово, которое мы услышим с вами, Və bu bizim никогда не bu пройдет. bizim əbədi dəyərimizdir. И это вечная ценность, которую Və biz bunu itirmək istəmirik. мы не хотим это терять. Mən bura gələrkən və dünən düşünürdüm bir məzmuru. Пока я ехал сюда и вчера, я думал об одном psalме. Və mən düşünürəm bizim buradakı istirahətimizi bu məzmur çox gözəl şəkildə əks etdirir. Я думаю, что этот псалом, он хорошо олицетворяет это наше время здесь. Və mən onu çox şərh eləməyəcəm. Я немного буду его комментировать. Sadəcə o məzmuru sizə oxuyacağam. Я просто прочитаю этот psalom для вас. Və sonra siz də bu məzmuru özünüzlə evə aparın. И потом вы возьмите этот psalom с собой домой. Və evdə onu oxuyun. И прочитайте этот psalom Və дома. Tanrıya dua eləyin. И помолитесь Богу, Ki qoy Tanrı o məzmur vasitəsilə sizin qəlbinizə danışsın. чтобы Бог говорил к вам через этот psalom. Bu
Azərbaycan dilində 23-cü məzmurdur. Это 22-й псалом. Kim bilir orada nə yazılıb? Господь пастырь мой, я ни в чем не буду нуждаться. Окей. Покроет меня на злачных пажитях, уводит водом тихим, подкрепляет душу мою. Правды ради имени своего. Если я пойду в долину, Ceyhun haradadır? Ceyhun mahnını oxuya bilərik. там сам иди со мной. Gəl yaxına. Кейхун, сейчас можешь спеть эту песню? Azərbaycan dilində Rəbb mənim çobanımdır. Öyle Murat. Skripka çox uzaq vurma yine, qoy səs gəlsin. Olsun da. Sonra o məzmuru birlikdə oxuyacağıq. Потом мы прочитаем этот псалом вместе. Sen benim çobanımdır, beni mühtaç elemez. O beni yaşlı çemende, otarır. Sen benim çobanımdır, beni mühtaç elemez. O beni yaşlı çemende, yaşıl çemende otarır. Saçı takan sular boyunca gezdirir. Dolandıran beni ismi şerefine canlandıran, salihlik yoluyla aparar karanlık vadiden. Geçsem demem korkmuram şerden, çünkü sen ben benim çobanımdır, beni mühtaç elemez. O beni yaşıl çemende, yaşıl çemende otarır. Ben benim çobanımdır, beni mühtaç elemez. O beni yaşıl çemende, yaşıl çemende otarır. Yaşıl çemende otarır. Yaşıl çemende otarır. Sağ ol Allah. Hələ müqəddəs kitablarımız yanınızda varsa Biraz da açın yaxın zəhmət olsun. Если у olmasa. вас есть Священное Писание с собой, откройте, пожалуйста, его. Məzmur 23 Davudun məzmuru. Псалом Давида, 22-й псалом. Rəbb mənim çobanımdır, möhtac olmaram. Господь пастырь мой, я ни в чем не буду нуждаться. O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Он покоит меня на злачных пажитях и водит меня к водам тихим. Məni yenə də canlandırır, ismi şərəfinə salihlik yolları ilə aparır. Подкрепляет душу мою, направляет меня на стези правды ради имени своего. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, şərdən qorxmaram. Çünki sən mənimləsən, sənin asan, sənin dəyənəyin mənə təsəlli verir. Если я пойду долиною смертной тени, не убоюсь зла, потому что ты со мной, твой жезл и твой посох, они успокаивают меня. Düşmənlərimin qarşısında mənim üçün süfrə açırsan. Başıma ətirli yağ çəkirsən. Ağzına dək camımı doldurursan. Ты приготовил предо мною трапезу в виду врагов моих, умастил елеем голову мою, чаша моя преисполнена. Bəli, bütün həyatım boyu yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam. Так, благость и милость да сопровождают меня во все дни жизни моей, и я пребуду в доме Господнем многие дни. Biz başa düşə bilməzdik. Necə ola bilər ki, Tanrı çobanımız olsun, əgər İsa Məsih gəlməsəydi. И мы бы не могли понять, как Бог может быть нашим пастором, если бы не Иисус Христос. Və biz heç vaxt deyə bilməzdik ki, heç vaxt heç nəyə möhtac olmayacağam.
Əgər İsa Məsih bizim günahlarımızı bağışlamasaydı, И вы бы никогда не могли сказать эти слова, что я не нуждаюсь ни в чем, если бы Иисус Христос не забрал бы наши грехи. və biz heç vaxt deyə bilməzdik ki, Tanrı məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir, əgər İsa Məsihin çarmıqda bitirilmiş işi baş verməsəydi. Biz ikinci bəndi deyə bilməzdik. И мы бы не смогли второй стих исповедовать, если бы не Иисус Христос. Əgər onun bitirilmiş işi çarmıqda baş verməsəydi. Если бы Он не завершил работу на кресте. Amma o bizim xilasımız üçün işi bitirib. Но Он завершил работу о нашем спасении. O öz müqəddəs qanını töküb ki, bizim bütün günahlarımız bağışlansın. Он пролил свою святую кровь, чтобы наши грехи были прощены. Və biz indi canlı Allahın huzuruna İsa Məsihin adı ilə girə bilirik. Мы сейчас можем входить в живое присутствие Бога. Tanrı bizi gəzdirir. И Бог нас водит. O bizim И çobanımızdır. Он наш пастырь. O bizim ehtiyaclarımızı bilir. И Он знает наши нужды. Və bütün ehtiyaclarımızın qarşısına qalmağa hazırdır. И Он готов позаботиться о всякой нужде. Biz bura yolda gələndə fərqli yollarla gəlirdik. Мы приехали сюда разными путями. Və bu bənd məni düşündürürdü ki, düşmənlərimin qarşısında sən mənim üçün süfrə açırsan. И этот стих, он заставлял меня задуматься о том, как Бог готовит трапезу в виду врагов. Bizim qarşımızda çoxlu maneələr var И idi. очень много препятствий было. Və maneələrimiz hələ də olacaq. И еще будут препятствия, Amma biz maneələrə baxmaq istəmirik. но мы не хотим смотреть на препятствия. Biz Tanrının bizim üçün hazırladığı lütf süfrəsinə baxmaq Мы istəyirik. хотим смотреть на трапезу благодати, которую Бог приготовил. Çünki Tanrı bizim üçün bu süfrəni hazırlayıb. Которую Бог приготовил для нас. Əgər Tanrı bunu mənim üçün hazırlayıbsa, mənim haqqım yoxdur. Mən dünyanın səs-küyünə baxım, qulaq asım. Если Бог приготовил эту трапезу, у меня нет права просто слышать этот шум, который мир тут, которым он шумит. Çünki bu süfrəni Tanrı mənim üçün hazırlayıb. Потому что Бог приготовил эту трапезу для Və меня. mənə ixtiyar, mənə səlahiyyət verir ki, mən bu süfrə arxasında onunla birlikdə oturum. И Он мне дал право и власть находиться за этой трапезой. Və burada deyilir ki, həmin o süfrə arxasında oturanda mən qorxmayacağam düşmənlərimdən. Здесь написано, что я не убоюсь, когда буду стоять пред врагами. Çünki o süfrə hazırdır və o süfrə başında İsa Məsih oturub. Потому что эта трапеза, она готова, и во главе стола Иисус Христос. Və axırıncı bənd. Biz cavanıq, bizim hələ də yer üzündə yaşamağımız üçün günlərimiz, illərimiz var. И последний стих. Мы еще молоды, и у нас еще есть время на этой земле. Bizim burada ağır bir şeylərimiz var. Да, у нас здесь есть Yaşlı insanlarımız var. пожилые люди. Amma biz cavanıq. Но мы молоды. Biz hamımız cavanıq. Мы все еще молоды. Çünki biz Tanrının övladlarıyıq. Потому что мы Божьи дети. Ola bilsin ki bizim hardasa nəsə qüsurlarımız var. И может быть у нас есть какие-то недостатки, Amma biz qüsurlara baxmırıq. но мы не смотрим на эти недостатки. Biz Tanrıya baxırıq. Мы смотрим на Və Бога. o bizə vəd verib, o bizə söz verib. И Он обещал нам. O deyib ki, bütün həyatım boyu Tanrının yaxşılığı və Tanrının məhəbbəti məni izləyəcək. Он обещал, что Его благость и Его милость, они будут сопровождать меня. Və axırıncı bəndin ikinci hissəsi deyir ki, bu Tanrının istəyidir ki, mən bütün ömrüm boyu Rəbbin evində yaşayım. И последняя часть последнего стиха говорит, что это Божья воля в том, чтобы я многие дни пребывал в Доме Божьем. İndi burada Rəbbin evi var. И вот здесь сейчас есть Дом Божий. Rəbbin evi bizik, onun xalqıyıq. Мы, народ Божий, есть Дом Божий. Biz Məsihin bədəniyik. Мы тело Христово. Tanrı bizi öz bədəninə vəftiz eləyir. И Бог крестил нас в свое тело Öz müqəddəs ruhu vasitəsilə. посредством своего Святого Духа. O istəyir ki, biz bədəndə qalaq. Он хочет, чтобы мы пребывали в теле Bütün həyatımız boyu. на протяжении всей нашей жизни. Bu onun ürək döyüntüsüdür. И это Его сердцебиение. Tanrı bizə baxıb hər birimizə deyir, sən mənim canımsan. Бог смотрит на каждого из нас и говорит, ты Maya duşa. Və əgər mən onun canıyamsa, mən ondan kənarda olmaq istəmirəm. И если я Его душа, то я не хочу оставаться в стороне. Mən onun bədənində olmaq istəyirəm. И я хочу быть в Его теле, Çünki can bədəndədir потому что душа в теле. və Tanrı bizi özünə birləşdirir. И Бог, Он скрепил нас в это тело. O istəmir ki, bizimlə onun arasında hava olsun. Он не хочет, чтобы между Ним и нами был воздух. Müqəddəs yazı deyir ki, Məsihin bədəni bir sirdir. И Он говорит, что тело Христа это тайна. Tanrı bu sirri öz balalarına açır.
И Бог открывает эту тайну своим детям. Mən bu sirri əldən buraxmaq Я istəmirəm. не хочу упустить эту тайну. Mən Məsihin bədənində olmaq Я istəyirəm. хочу быть в теле Христа. Məsihin bədənində mən Məsihin dolğunluğunu yaşayıram. В теле Христа я переживаю полноту Христа. Məsihin bədənində mənim bacı qardaşlarım В var. теле Христа у меня есть братья и сестры. Məsihin bədənində zəif və güclü üzvlər var. В теле Христа есть сильные и слабые члены. Amma biz zəifliklərə və güclüklərə baxmırıq. Но мы не смотрим на слабости и сильности. Biz bədənin başına baxırıq. Мы смотрим на главу тела Və Христа. bu da İsa Məsihdir. И это Иисус Христос. Və deyirik ki, Rəbb mənim çobanımdır. И мы говорим, Бог пастор мой. Və mən heç bir şeyə möhtac olmayacağam. Я не буду нуждаться ни в чем. O məni həyatım boyu aparacaq. И Он будет вести меня на протяжении всей Və mən də моей жизни. seçirəm И я ki, выбираю, Məsihin bədənində olum. чтобы быть в теле Христа. Tanrının qaydasında olum. Чтобы быть в Его порядке. Tanrının lütf süfrəsi arxasında oturum. Я выбираю сидеть за столом благодати. Əgər siz hələ də seçim etməmisinizsə, Если вы все еще не приняли это решение, bilin ki, Tanrı sizi sevir. знайте, что Бог любит вас. Tanrı bilir ki, biz hamımız günahlıyıq. И Бог знает, что мы все грешны. Günah problem deyil. И gрех не проблема. Günahlarımızı etiraf etməmək problemdir. Проблема не исповедовать наши грехи. İsa Məsihi xilaskarım kimi etiraf etməmək problemdir. Проблема не исповедовать Иисуса Христа как своего Спасителя. İsa Məsihə xilaskarım kimi inanmamaq problemdir. Проблема не верить в Иисуса Христа как Спасителя. Çünki İsa Məsih bütün günahlarımızın həllini verib. Потому что Иисус Христос решил всю проблему с нашим грехом. Dünyada deyilir ki, hər bir şeyin çarəsi var ölümdən başqa. И в мире говорится, что есть решение для всего, кроме смерти. Amma İsa Məsih dedi ki, mən ölümə qalib gəlmişəm. Вот Иисус Христос говорит, что я победил смерть. O ölümə çarə verib. И Он решил вопрос смерти. Və bizdə qorxmaq üçün heç bir şey yoxdur. И у нас нет никакого повода бояться. Mən sizin hər birinizi dəvət edirəm И я каждого из вас ki, призываю. ürəyinizdə diri Tanrıya dua eləyin. В вашем сердце взмолитесь к Господу. Günahlarınızı ona etiraf eləyin. Исповедуйте ваши грехи Ему. Və onun xilas hədiyyəsini müftə olaraq qəbul eləyin. И примите Его дар благодати безвозмездно. Xilas hədiyyəsini. Его спасение. Çünki o hər şey edib. Потому что Он сделал все. O qanını töküb bunun Он üçün. пролил кровь. O ölüb Он умер. və 3 gündən sonra dirilib. И через 3 дня воскрес. Ki biz onun dirilmiş həyatında yaşayaq. Чтобы мы жили в Его жизни воскресения. Gəlin birlikdə dua eləyin. Давайте вместе помолимся. Və öz ürəyinizdə deyə bilərsiniz. И вы можете в вашем сердце сказать: Rəbb mənim çobanımdır. Господь пастырь мой, Heç bir şeyə möhtac deyiləm. и я не нуждаюсь ни в чем. Mən ona inanıram. Я верю в Него. İnanıram ki, o mənim bütün günahlarımı bağışlayır. Верю, что Он простил все грехи. İsa Məsih, mən sənə minnətdaram Иисус Христос, я благодарен, ki, sən çarmıqda mənim cəza yerimi tutdun. что Ты занял мое место на месте наказания. Ki, в mən Христе, cəzadan azad olum. чтобы я был освобожден от Ki, наказания. mən diri Tanrının huzuruna gələ bilim. Чтобы я мог войти в присутствие живого Бога. Ki, mənim əbədi həyatım olsun. Что у меня могла быть вечная жизнь. Tanrı ilə birlikdə. Вместе с Богом. İsa Məsih, gəl mənim ürəyimə. Иисус Христос, войди в мое сердце. Mənə kömək elə. Помоги мне. Mən səni görmək Я istəyirəm. хочу видеть Тебя. Səni eşitmək Я istəyirəm. хочу слышать Тебя. Sənin sözünü öyrənmək istəyirəm. Хочу изучать Твое Слово. Sənin ardınca getmək istəyirəm. Хочу следовать за Тобой. Mən şəfa tapmaq Я istəyirəm. хочу быть исцеленным. Mən istəyirəm ki, sən mənə həyatımda istiqamət Я göstərəsən. хочу иметь направление от Тебя в своей Mən жизни. istəyirəm ki, sən məni öz bədəninə möhürləyəsən. Я хочу, чтобы Ты запечатлил меня в Твое тело. Mən sənə minnətdaram Я благодарен. və sənin müqəddəs adınla dua Во edirəm. имя Твое святое. İsa Məsih. Иисус Христос. Ürəyinizə deyin amin. И все скажут, Və bilin ki, o bizim xilaskarımızdır. знаете, что Он наш Bu Спаситель. tədbiri o bizim üçün И hazırlayır. это Он приготовил это мероприятие для нас. Və yeni şeylər hələ olacaq. И еще, то ли еще будут новые Biz вещи. minnətdarıq İsmailli kilsəmizə görə, Мы благодарны за церковь Исмаила. Pastor Akifə görə. Minnətdarıq bizim kötü kilsəmizə görə, Благодарны за Пекинскую церковь. Pastor Samirə görə. За пастыря Самира. Biz minnətdarıq Eşkana Bakı göre. kilsələrimizə görə. За Бакинские церкви благодарны. Biz minnətdarıq Saatlıda doğulan, yaranan kilsəmizə görə. Благодарны за Саатлинскую начинающуюся церковь. Biz minnətdarıq Tanrıya Şamaxıdakı imanlarımıza görə. За Шамахинских
Şamaxıdan var kimse burada? Есть кто-то из Шамахов? Da var. Biz dua edirik Şamaxı için. Мы молимся за Шамахов. Bütün Azərbaycan üçün. За весь Азербайджан. Və zəhməti burada olan hər bir bacı qardaşımıza dərindən təşəkkürümüzü bildiririk. Все, кто принимал участие в организации, от всей души Sürücülərimizə minnətdarıq. благодарствуем. Bütün sürücülərimizə bizə xidmət edirlər. Которые служат нам. İman qəhrəmanlarımıza minnətdarıq. Благодар нашим героям веры. Sumqayıtdan qəhrəmanlarımıza minnətdarıq. Гаита наши герои веры. Maya xanıma minnətdarıq. Falina xanıma minnətdarıq. Bizim burada gözəl qardaşlarımıza görə minnətdarıq. Eldəniz, Elnur, Tural, düzdür Tural. Və nə gözəldir yeni insanlarla, bacı qardaşlarla tanış olmaq burada. Как прекрасно знакомиться здесь с новыми людьми. Bizim hardasa bir uzağı 1 saat vaxtımız var. И у нас есть от sилы час где-то. Saat 6:30-da yığışırıq В 6:30 мы собираемся. və atlarımıza minib gedirik. Коням. Ən azı Bakılılar. По крайней мере, бакинцы. 1 saat 15 dəqiqə istirahət etmək üçün vaxtımız var. 1 час 15 минут у нас еще. Şəhadətləriniz varsa, suallarınız varsa burada çoxlu bacı qardaşlarımızla bölüşə bilərsiniz. Если у вас есть свидетельства или вопросы, вы можете с братьями и сестрами провести время. Oynamaq istəyirsə oynaya bilərsiniz. Хотите поиграть во что-то, можете. Bəli, gəlin böyük bir qrupda şəkil çəkək və sonra da istirahətimizi davam edək. Sabit gəl. Cəmaat buradadır, siz haradasınız? Gəl. Qaça. Mehribanlaşın.